Herkese salam kanalımda və yeni bir videomda xoş gördük hər birinizi. Həmişə sizi bu gözəl bağımda, bağçamda salamlayanda bağımı, bağçamı bu vəziyyətdə görmüşdünüz heç. Görün bizdə bir saatın içində belə deyim, bir saatın içində dolu gəldi, nə günə saldı, nə hala saldı. İnanın Allaha, hələ mən indiyə kimi belə bir şey görünməmişdi da. Burada gilanar ağacı var. Gilanarın da üzərində üzüm var. Hamısı yarpaqlamışdı. Deyirdim bir-iki günə yığıb dolma bişirərəm. İnan ki, bağda, bağçada heç nə qalmayıbdı. Elə bir ki, kimsə keçib qəsdən ayaqlayıbdı. Bax, o vəziyyətdədir. Buralara baxın. Buralara baxın, görün nə vəziyyətdədir. Heç nə yoxdur, heç nə də, heç nə. Heyf mənim əziyyətimə, həqiqətən heyf mənim əziyyətimə. İnanın ki, hava çox qəşəng idi. Hamı bizdə idi. Baldızımgil, qaynımgil, hamı bizdə idi. Oturmuşduq. Hava qəşəng isti idi. Samvar çayı qaynadırdıq samvarı ki, çayını içək. Onu da ki, birdən qəfildən belə dolu başladı. Düzdür, neçə gündə xəbərdarlıq gəlirdi. Amma ki, gəlsə də belə, yəni bu qədər gözləmirdik. İnan ki, əkin heç bağa bağçaya keçmək istəmirəm. Heç nə olmaz, deyir, cana gələn mala gəlsin, heç nə olmaz. İnşallah ki, havalar istiləşsin, qəşəng əkərəm, təzdən gözünüzün qabağında əziyyət çəkmişdim. Xiyar işdili əkmişdim bura. Heç nə qalmayıbdı, heç nə qalmayıbdı. Hələ bura baxın, burada da bizim toyuqlar üçün belə yer düzəltmişdik. Bu aşıbdı. O qədər iş var ki, bu dəqiqə bizim bu həyətdə, bacada. Ha təmizdə ki, qutaracaqdı. Buna baxın, görün nə gündədir. Təmiz hər yer, hər yerdə. İnşallah tək sağlıq, salamatçılıq olsun. Zoğalın üzərində bir dənəsi qalmadı da, bir dənəsi deyən qalmadı. Nə var idi, hamısını dolu döydü, tökdü yerə. Paylaşmışam bunu. Biri gəlib yazıb ki, bu videonu paylaşmışdın, özün təkrar paylaşırsan, baxış yığmaqdan ötəri. Valla, mən nə baxış yığmaqdan ötəri paylaşıram, nə də ki, like yığmaqdan ötəri paylaşıram. Sadəcə olaraq çəkmişdim, maşının üzərini örtdük. Örtdükdən sonra da sakitləşmişdi hələ mən onu çəkəndə. Çəkdim, dedim qobuğumu paylaşıram, çünki qaleriyamda qalanda yer olmur deyə silirəm. Qalmır da. Dedim qobunu paylaşım. Elə bir nətər deyim, o YouTube kanalı mənim bir yadigar, bir xatirə videolarımdır elə bir. Nə var çəkib orada paylaşıram. Dedim qoyun qalsın elə orada. Nə vaxtsa girib baxarıq ki, belə bir hadisə olmuşdu. Mən də götürdüm sakitcə atdım bloka. Valla mən yenə deyirəm, təkrar video deyil bu paylaşdığım. Yəni ki, düzdür, belə bir hadisə paylaşım. Keçən il yox, iniş il paylaşmışam. 2 il bundan əvvəl paylaşmışam. Yəni keçib o videoya baxarsınız, o video tamam başqa cürdür, bu video tamam başqa cürdür. İnşallah Allah hər kəsin ürəyinə görə versin. Allah hər kəsi xatadan, bəladan qorusun inşallah. Bir göz qırpımında bilmirik ki, nələr olacaqdır, nələr olacaq, nə hadisə olacaqdır. Heç kim onu bilmir. Həqiqətən heç kim onu bilmir. Tək sağlıq, salamatçılıq olsun. Gəlib də bilib-bilmədən də çox-çox xahiş eləyirəm ki, yazmayın, həqiqətən. Yəni, mən bunu nəyinsə xatirinə paylaşmıram. Biz nə hayda, belə deyim, siz nə hayda. Biz nə əziyyətlər çəkirik burada, siz nələr fikirləşirsiniz. Yəni ki, hələ mən neçə ildir bu kanalı işlədirəm, Allaha and olsun, hələ oradan mən bir qəpik pul çəkməmişəm ki, deyəm ki, hə, elə təkrar videoları paylaşım, elə baxış xatirinə, pul xatirinə. Xeyr. Sadəcə olaraq elə çəkmişəm, paylaşmışam. Yəni ki, çəkdim bunu da, dedim ki, bunu da paylaşım, burada qalsın. Belə. Bu da bizim həyətimiz, bacamız. Görün nə gündədir. İnanırsınız, yorğan qalmadı evdə, döşək qalmadı evdə. Gətirdik, maşının üzərinə bükdük. Xalça, adyal, heç nə qalmayıb da, hamısı bərbad gündədir. Dediyim həyətimin bu halını sizlər üçün çəkim. İndi yumuşam bir neçəsini, axşamdan yudum dünənlərim. İndi yenə yuyur maşın, yuyuram, evdə atoplenandı qoşmuşuq.
Elə yuyub ataplenanın üstündə quruduram. Düzdür, havaya da atdıqlarım var, amma bəziləri var ki, maşında yuyulası deyil, onlar əldə yuyulasıdır. İndi gözləyirəm ki, onları hava açsın, onları əlimdə yuyam, sərəm, qurusunlar. Bura baxın, inanırsınız, bu palaz, ədyal, yorğan, yastıq olmasaydı biz maşını saxlaya bilməyəcəkdik. Hələ navesimiz ola-ola. Ola-ola yenə də saxlamaq olmurdu. Bax, qonşunun o kırşasına dəyirdi, oradan tökülürdü maşının üzərinə. Çox, həqiqətən hələ mən belə bir şey görməmişdim də. Çox belə dəhşətli bir şey idi. Hə, nəsə, dedim, heç nə olmaz. Çünki özünüz bilirsiniz ki, Rusiyada yaşayanlar bilir ki, o dolunun bir dənə batığı maşına düşdüsə, həm onu düzəltmək üçün həm güclü pul lazımdır, həm də ki, düzəltməsən də o maşının qiyməti təmiz düşür də, aldığın qiymətdən də ucuz satırsan gedir. Nəysə, amma ki, nə qədər üzərini örtsək də yenə də 8 dənə batığı var, yenə şükür bu günə. 8 dənə batığı var, amma baldızımgilin maşını, qaynımgilin maşınında çoxdur. Baldızımgilin maşınlarında çoxdur. Düzdür, onlar da bizdəydi. Onların da maşınların üzərinə vermişdim. Ədyalı, xalça falan vermişdim, örtmüşdük. Amma nə qədər örtsək də, onlarınki biri küçədə idi. Çünki maşınların yerləşdirə bilmədik həyətə. Yerləşdirə bilmədik həyətdə. Dediyim kimi həyətdə oturmuşduq deyə stolsan var, hərəsi bir tərəfdə idi. Onları çəkib də özümüzü də belə deyib itirdik də. Bilmədik ki, nəyi hara götürək qoyaq ki, maşınlara yer eləyək. Nəysə, bu günümüzə də şükür. Min şükür, həqiqətən min şükür. Hər günümüzə oturub durub şükür eləmək lazımdır. Mənim gözümdə bu paldır, paltardır, bunu yumaqdır, təmizləməkdir, heç yoxdur, həqiqətən. İndi hamısını maşında yuyulasıları hamısını yuyub sərəcəm. Biraz sərəcəm, ipdə havalansın. Sonra hamısını ataplenanın üzərində qurudacam. İndi isə mən burada sizlə sağollaşım. Keçin burada həyətimi təmizləyim. Videomun davamını inşallah sonra çəkərəm. Həyəti yavaş-yavaş indi təmizləyəcəm. Təmizləyirəm. Birinci bu tərəfdən başlayım. Maşın da yuyur orada öz üçün. İnanırsınız, küçə o qədər yağmışdı ki, küçələr dolmuşdu. Bax, bizim bu küçədən oradan belə elə bir ki, sel idi də gəlib gedirdi. Elə bir çay idi axırdı. Çəkmişdim videoda da. Paylaşmışam keçən dəfə. Elə bir sel idi gəlib keçirdi. Düzdür, bizim evimiz hündürdür, darvazamız hündürdür. Amma ki, qonşularımıza evlərinə su dolubdu. Bir neçəsinin evlərinə su dolmuşdu. Hamı bu dəqiqə həyət baca təmizləyir, ha. O qədər ki, pis günə salıb. Allah köməyimiz olsun inşallah. Allah hər kəsin köməyi olsun. İçində də bizim. İnanırsınız, bağdan, bağçadan tutmuş, həyətdən tutmuş küçə qapısına kimin hər yan təmizlənməlidir. Dedim, indi buranı təmizləyim, yuyum. Sonra xalçanı sərib, xalçanı yuyacam. Bunların hamısını burada nə var? Çoxsu atlasıdır artıq. Çünki elə lazımsız işlənməyən paltarlardır çoxsu. Onları da gətirib sərmişdim ki, ən azından bir köməkliyi dəysin də. Bunların çoxsu atlasıdır. İndi bunları da atım. Gətirim buralarda süpürüm, təmiz deyib yuyandan sonra xalçamı sərib yuyacam. Həyətimi biraz təmizlədim. Paltarları da yığdım. Bura kravatın üstünə üst-üstə yığdım ki, bir-bir çünki yuyub sərirəm. Ədyalın birini yumuşam, yorğanın. Bir sahada qoyuram ki, bu təmiz yuysun da. Düzdür, təmiz idi. Olar ki, bir həftə bundan əvvəl hamısını yumuşdum. Amma ki, nə qədər olmasa, yenə də dedim, təmiz yuyulsun. Yudum, təmizlədim. Belə oldu ki, kimin qaldı bircə paltarlar. Onları da bir-bir axşama kimin Allahın köməkliyi ilə yuyub təmizləyəcək. Bu gülləri uşaqlar almışdı 8 martda. Ona bax, təmiz saralıbdı qabı. Bura nəsə bağlayaram. Qəşəng görünür. İçərisi sudur eləcə. Gerək bağlamışam kəndirlə açam. Təmizləyəm onların da hamısını.
Biri də buradadır. 2 dənədir. Dipçəkləri püskünə düşübdür. Oy, bunları gərək açam, hamısını təmizləyəm. Belə həyətdən bacadan iş bu qədər gördüm. İnşallah ki, Allahın köməkliyi ilə də sağ-salamat hamısını yuyub, tez də qurudub götürərəm. Evdən çıxmışam, gedirəm bazara. Buna baxın. Hələ ərimiyib ha. Görün nə qədərdir. Bax, bu hündürlükdə, bu qalınlıqda yağmışdı dolu. Hələ əriməyən yerlər var. Buna baxın. Hava da bugün elə soyuqdur ki, ona görə də heç ərimir. Bura kartuşka falan əkmişdilər. Hamısı gedibdi. Amma onu deyim ki, buranın kətlərini çoxsunu dolu tutmayıbdı. Stavropolska kraya demişdilər. O da gəldi, biz tərəfə tutdu. Qismət, bu da bir qismət imiş. İniş il də olmuşdu, amma bircə keçən il olmadı. Qoza baxın, balaca hamısı yer. Bir meyvə o qədər baha olacaq ki. Çünki ağaçların üzərində indi bir dənə bir meyvə qalmayıbdı, hamısı tökülübdü. Bütün ağaçların üzərindəki meyvənin hamısı tökülübdü da, bir dənəsi də qalmayıbdı. Ona görə bu il meyvə hamısı baha olacaqdı. Neyse, mən gedim biraz paraşok alacağım. Paraşokum var, amma azlıq eləyəcək. Bir də xlor falan alım. Ağ çikol plastina falan var. Onların hamısını xlorda, maşında qoyum qaynasın. Hamı təmizləyir, hamı. Hara baxırsan, süpürürlər, təmizləyirlər. Hamı yarpaq daşıyır, tökür. Bizim əsas həyət bacaydı. Təmizlədim. Yumaq hasat deyil. Yumağı hasatca yuyacam. Amma bir qalır onu qurutmaq. Bircə qurumağı qalacaqdı. Nə bilim, yaxşı olar inşallah. Allahın köməkliyi ilə. Allah bundan betərini gözləsin, qorusun inşallah.